Növbəti izahımız piyadanın vəzifələri maddə 40. Biz piyada kimə deyilir? Öyrənmişdik. Piyada yolda hərəkət edən və yolda heç bir iş görməyən şəxsdir. Yəni heç bir nəqliyyat vasitəsində olmayan, yolda iş görməyən şəxsdir. Yəni yolda iş görən, yol işləri aparan adamlar, yolu süpürən süpürgəçilər və s. piyada sayılmır. Amma nəqliyyat vasitəsində olmayıb, yolda hərəkətdə olan digər şəxslər piyada sayılır. Piyada hara ilə hərəkət eləməlidir? Yolda. Birinci bənddə onu yazıbdır. Piyada səki ilə, yaxud piyada zolağı ilə, yol çiyinləri ilə, yol çiyini öyrənmişdik, yadınızdadırsa dedik ki, məntəqədən kənarda yolların kənarları yol çiyini adlanırdı. Piyada zolağında keçən dərsimizdə izah eləmişdik. Və əgər bunlar yoxdursa, velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayrıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidirlər. Deməli, piyada hərəkət eləyə bilər. Hara ilə? Səki ilə, piyada zolağı ilə, yaxud yol çiyini ilə. Bu üçü varsa, bu üçündən biri ilə getməlidirlər. Əgər bunlar yoxdursa, velosipedçinin hərəkətinə mane yaratmamaq şərti ilə velosiped yolu ilə də gedə bilər piyadalar. Əgər bunlar yoxdursa, varsa bunlarla getməlidir. Səki ilə, piyada zolağı ilə, yol çiyini ilə. Bunlar yoxdursa, velosiped yolu ilə. Və ayrıcı zolağı olan yollarda, yəni yolda ortada ayrıcı zolaq varsa, testlərdə bu yaşıl göstərilirdi. Həmin ayrıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə, yəni yolun qırağı ilə gedə bilərlər. Ayrıcı zolağı olan yollardan söhbət gedir. Əgər iri əşyalar daşıyırıqsa və ya iri əşyalar aparan piyadalardırsa, yaxud mühərriksiz əlil arabasında gedən şəxsdirsə, səki və ya yol çiyini ilə hərəkəti başqa piyadalar üçün mane yaradırsa, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər. Deməli, əgər biz iri qabaritli əşya daşıyırıq, aparırıqsa, yaxud mühərriksiz əlil arabasında gedən şəxsdirsə, əlil arabası, düzdür, piyadalara mane ola bilər. Yaxud iri qabaritli əşya daşıyırıq, başqalarına mane ola bilər, düzdür. Bu halda, əgər biz mane yaradırıqsa, piyadalara mane yaratmayaq deyə biz yolun kənarı ilə gedə bilərik. Yəni səkinin qırağı ilə, yolun da qırağı ilə, səki olmayan yol qırağı ilə deyək də, orayla da gedə bilərik. İkinci, dəmir yolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri, piyada keçidləri ilə, o cümlədən yeraltı, yerüstü keçidlərlə, bunlar olmadıqda isə yol ayrıclarındakı səki xətti və ya yol çiyini xəttləri boyunca keçməlidirlər. Deməli, əgər dəmir yolunu keçiriksə, avtomobil yolunun hərəkət hissəsini keçiriksə, küçələri keçiriksə, hara ilə keçməliyik? Piyada keçidləri ilə. Piyada keçidləri yoxdursa, yeraltı, yerüstü keçidlər varsa, onlarla. Əgər bunlar da yoxdursa, yol ayrıclarında səki xətti və ya yol çiyini xətti boyunca. Bunlar nə deməkdir? Yəni yolu kvadrat kimi keçirik. Birazdan mən test izah eləyəcəm. Testin izahında daha ətraflı qeyd eləyəcəm bunu. Deməli, yolu biz ortadan keçmirik. Əvvəl keçirik, deyək ki, qarşıya doğru, sonra sağa doğru. Yaxud əvvəl sağa doğru, sonra qarşıya doğru. Elə bil ki, perpendikulyar şəkildə, yola perpendikulyar şəkildə keçirik. Daha sonra 3. Yaşayış məntəqələrindən kənarda. Bu sözün altından xətt çəkərsiniz. Yaşayış məntəqələrindən kənarda. Yəni şəhərdən kənarlarda, şəhər olmayan yerdə, çöl yollarında yəni. Yolun hərəkət hissəsi ilə hərəkət etdikdə, nəqliyyat vasitəsinin hərəkəti istiqamətinə qarşı getməlidirlər. Tutaq ki, biz şəhər olmayan yerdə, yəni məntəqədən kənarda, əgər yolun qırağı ilə gediriksə, fikir versən, deyir ki, hərəkət hissəsi ilə hərəkət edirik. Yəni, yolun qırağı ilə gedirik. Səki yaxud yol çiyini ilə getmirik. Hərəkət hissəsi ilə gediriksə,
Bu zaman biz nəqliyyat vasitəsinin hərəkəti istiqamətinə qarşı getməliyik. Yəni biz elə yolla biz hardan getməliyik hərəkət istiqamətinə qarşı deyəndə? Yolun sol tərəfi ilə, yəni. Yolun sağ tərəfi gedən avtomobillər üçündür. Yolun sol tərəfi amma bizə qarşı gələnlərdir, düzdür? Oradan avtomobillər bizim üzümüzə tərəf gəlir. Deməli, biz yolun solu ilə nəqliyyat vasitələrinə qarşı getməliyik. Niyə? Çünki onlar gələndə işıqları vursun, bizi görsünlər. Mötərizədə də yazıbdır ki, mühərriksiz əl arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər bu zaman tərsini eləyir. Nəqliyyat vasitəsinin hərəkəti istiqamətində getməlidirlər. Deməli, mühərriksiz əl arabasında gedən şəxs isə, motosiklet, moped, velosiped sürən şəxs isə, onlar yolun qırağı ilə gedirlərsə, nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər. Yəni, yolun sağı ilə nəqliyyat vasitələri gedən istiqamətdə getməlidirlər. Onlara əks getməməlidirlər. 4-cü, ümumi istifadə olan nəqliyyat vasitəsini və taksini yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda səkidə yol çiyinlərində gözləməlidirlər. Azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır. Bu nədir? Ümumi istifadə olan nəqliyyat vasitəsi nə idi? Avtobuslar, düzdür? Hansı ki, onların özünün marşrut xətti olurdu, astanovkaları olurdu. Əvvəldən seçilmiş, yəni marşrut xəttləri olurdu. Və adam daşıyırdılar. Bu 3 dənə qayda olanda demişdik ki, ümumi istifadə olan nəqliyyat vasitəsi deməkdir. Ümumi istifadə olan nəqliyyat vasitəsinin taksini biz harda gözləməliyik? Biz hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında gözləməliyik. Yəni, astanovkalarda. Onlar yoxdursa, əgər astanovka yoxdursa, biz ya səkidə, ya yol çiyinində avtobusu gözləməliyik. Əgər azca hündürə qaldırılmış minik meydançası yoxdursa, yəni dayanacaq astanovka yoxdursa, biz səki yaxud yol çiyinində gözləyiriksə avtobusu, biz ancaq qabağımızda nəqliyyat vasitəsi gəlib dayandıqdan sonra səkidən və yol çiyinindən düşüb nəqliyyat vasitəsinə minməliyik. Və nəqliyyat vasitəsindən düşən şəxslər də yolun hərəkət hissəsini vaxtında tərk eləməlidir. Tez səkiyə, yol çiyninə yaxud minik meydançası varsa, ora çıxmalıdır. Yəni, əsassız şəkildə hərəkət hissəsində ləngimək olmaz. 5. Hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdırlar. Deməli, əgər hərəkət nizamlanırsa, düzdür, nizamlanan yerdirsə, nizamlayıcı varsa, nizamlayıcının dediklərini edirik. Piyada svetoforu varsa, piyada svetoforu necə olur? Svetoforda piyada silüeti olur, yaşıl və qırmızı. Bu svetoforda sarı olmur artıq. Yaşıl piyada yananda keçirik, qırmızı piyada yananda dayanırıq. Piyada svetoforu varsa, piyada svetoforuna baxırıq. Piyada svetoforu yoxdursa, birbaş nəqliyyat svetoforuna baxırıq. Hansı ki, nəqliyyat svetoforuna nə yanırdı? Qırmızı, sarı, yaşıl, düzdür? Biz də deməli, maşınlara qırmızı yananda biz keçirik, maşınlara yaşıl yananda da biz dayanırıq. Onları əsas tutub, deməli, yolu keçirik. 6-cı, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdırlar. Bayaq dediyim kimi, piyadalar istəyir nəqliyyat vasitəsindən düşmüş olsun, istəyir elə belə yolda hərəkət edən olsun, zərurət olmadan yolda ləngiməyib və dayanmamalıdırlar. Vaxtında yolun hərəkət hissəsini keçməlidirlər. 7. Üstün keçid hüququ olan, qırmızı, göy sayrışan işıq və ya xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda yolun hərəkət hissəsini keçməməlidirlər. Hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitəsinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar. Biz demişdik ki, üstün keçid hüququ olan, yəni üstünlüyü olan operativ nəqliyyat vasitəsi, hansı ki, o nəqliyyat vasitəsində demişdik ki, qırmızı, göy sayrışan işıq olur və onların xüsusi səs siqnalı olur.
Onlar göy qırmızı sayrışan işıqlarını və xüsusi səs siqnallarını yandıranda üstünlüyə malikdirlər. Bu zaman biz nə etməliyik? Həmin nəqliyyat vasitəsi yaxınlaşanda digər nəqliyyat vasitələri ona yol verməlidirlər. Ya yolun hərəkət hissəsini keçməməlidirlər, ya dayanıb ona yol verməlidirlər. Yəni, hərəkət hissəsini dərhal boşaltmalıdırlar. Növbəti 8. Deyir, dayanmış nəqliyyat vasitəsini və görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasında yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidirlər. Tutaq ki, biz avtobusdan düşdük və yolu keçmək istəyirik. Amma qabağımızda, avtobusun qabağından biz keçmək istəyirik. Amma avtobus var deyə biz onun arxasından gələn maşını görmürük. Bilmirik ki, avtobusun arxa tərəfindən maşın gəlir ya yox. Biz keçəndə o bizə dəyə bilər ya yox. Buna görə də biz nə etməliyik? Yolun hərəkət hissəsinə çıxmamışdan əvvəl həmin yaxınlaşan nəqliyyat vasitəsinin olub-olmadığını yəqin etməliyik. 9. Görünmə zonasında keçid və ya yol ayrıcı olmadıqda ayrıcı zolaq olmayan, sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən düz bucaq altında keçməlidirlər. Tutaq ki, deyir, deməli, əgər keçid yoxdur, piyada keçidi yoxdur, yol ayrıcı da yoxdur ki, yol ayrıcını keçək. Necə eləməliyik? Ayrıcı zolaq yoxdursa həmin yollarda, yəni ortada beton yoxdursa, sədd çəkilməyibdirsə və yol hər iki tərəfdən yaxşı görünürsə, bu zaman biz elə yolun bir tərəfindən, o bir tərəfindən düppədüz keçə bilərik. Buradakı düz bucaq sizi çaşdırmasın. Düz bucaq, yəni yolu bir tərəfdən o birisi tərəfə düz keçə bilərik mənasında deyilib. Düz bucaq elə bir ki, hərəkət hissəsinə nəzərən düz bucaq altında deyir. Hərəkət hissəsi elə bir ki, düz götürülür. Biz də yolu düz gedəndə hərəkət hissəsi ilə bizim keçdiyimiz yol arasında düz bucaq qalır. Onu nəzərdə tutur. Yəni, əgər piyada keçidi yoxdursa, qabaqda yol ayrıcı yoxdursa, yolda da ayrıcı zolaq yoxdur, sədd çəkilməyibdirsə, biz yolun bir hərəkət hissəsinin bir kənarından o bir kənarına düz formada keçə bilərik. 10. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan hissəsində yalnız görünüş dairəsinə nəqliyyat vasitəsi olmadıqda keçilməlidir. Görürük ki, sutkanın qaranlıq vaxtıdır. Sutkanın qaranlıq vaxtı nəyə deyirdik biz? Günəş batandan sonraki vaxtda sutkanın qaranlıq vaxtı deyirdik. Əgər bu vaxtda yol işıqlandırılmayıbdırsa, yolda işıqlar yoxdursa, biz yalnız görünüş dairəsinə nəqliyyat vasitəsi olmasa yolu keçə bilərik. Yəni, nəqliyyat vasitəsi olsa yolu keçmirik. Niyə? Çünki qaranlıqda biz qarşıdan gələn avtomobilin sürətini düzgün qiymətləndirə bilməyə bilərik. Yəni, biz düşünərik ki, bəlkə o yavaş gəlir, amma çox sürətlə gəlib qəza törənə bilər. Ona görə də ən yaxşısı yolda nəqliyyat vasitəsi olmayanda keçməkdir. 2-ci bənd. Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitəsinədək məsafəni, sürətini qiymətləndirdikdən və yolu keçməyən onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Belə bir test var. Deyir ki, piyada nizamlanmayan, bayaq nizamlanan keçiddən danışdıq. Nizamlanan keçiddə ya nizamlayıcıya fikir veririk, ya piyada svetoforuna, ya da nəqliyyat svetoforuna. Bəs yaxşı, nizamlanmayan piyada keçididir. Nizamlanmayan piyada keçidində svetofor olmur. Piyada özü çıxır piyada keçidinə və piyada nə zaman piyada keçidinə daxil ola bilər? O baxır ki, yaxınlaşmaqda olan hər hansı bir avtomobil, nəqliyyat vasitəsi var yaxud yoxdur. Yoxdursa, lap yaxşı keçir. Əgər varsa, nəqliyyat vasitəsinə qədər olan məsafəni gözü ilə yəqin eləyir ki, aha, bu çox uzaqdan gəlir, o gələnə kimi mən keçə bilərəm və onun sürətini də qiymətləndirir. Baxır ki, o avtomobil sürətlə gəlir, deyir, yox, o gələnə kimi mən nisbət eləyib keçə bilmərəm. Yaxud görür, asta gəlir, deyir, o gələnə kimi mən gəlib keçə bilərəm.
və yolu keçməyən onlar üçün təhlükəsiz olacağını da yəqin eləyir. Bayaq dediyim kimi, baxır ki, hansı formada keçsə, onun üçün təhlükəsiz olacaq, qəza törənməyəcək. Bunları yəqin etdikdən sonra piyada keçidinə daxil olur və yolu keçir. Üçüncü, keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitəsini əks istiqamətli hərəkətinə ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun nizamlayıcının siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. Tutaq ki, biz yolu keçirdik, piyada keçidini keçirdik, yaşıl işıqda. Yaşıl piyada işığı yanıbdır. Biz icazə veribdik ki, yolu piyada keçidi ilə keçək, keçmişik. Amma keçdiyimiz yerdə siqnal dəyişdi, oldu qırmızı. Qırmızı olanda nə etməliyik? Biz əks istiqamətli nəqliyyat axınını ayıran düz xəttin, yaxud qoşa xəttin, yaxud ortada ayrıcı zolaq varsa onun üstündə dayanmalıyıq və bir də növbəti yaşıl işığın yanmağını gözləməliyik. Onlar yanandan sonra bizim hərəkətimizə icazə verən siqnal olandan sonra biz yolu keçib bitirə bilərik. Dördüncü, mütəşəkkil piyada dəstələrinə. Mütəşəkkil piyada dəstəsi nədir? Biz mütəşəkkil nəqliyyat dəstəsi öyrənmişdik. Mütəşəkkil nəqliyyat dəstəsində demişdik ki, qabaqda 3 dənə operativ gedirdi, dalında arxasınca da sadə nəqliyyat vasitələri gedirdi. Biz bu dəstəyə mütəşəkkil nəqliyyat dəstəsi deyirdik. Bir də var mütəşəkkil piyada dəstəsi. Mütəşəkkil piyada dəstəsi deyəndə harasa toplu şəkildə insanların getməsi nəzərdə tutulur. Məsələn, hər hansı bir idarədən, məktəbdən, hər hansı bir şirkətdən toplu şəkildə insanlar harasa gedirlər, tutaq ki. Bu mütəşəkkil piyada dəstəsidir. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitəsinin hərəkəti istiqamətində, deməli, yolun sağ tərəfinə düşür. Nəqliyyat vasitəsinin hərəkəti istiqamətini deyəndə, yəni nəqliyyat vasitələri hardan hara doğru gedirsə, mütəşəkkil nəqliyyat dəstəsi də o istiqamətdə gedə bilər. Və yolun hərəkət hissəsinin sağ tərəfi ilə, onsuz da əgər nəqliyyat vasitəsinin hərəkət istiqamətinə gediriksə, bu yolun sağ tərəfinə düşür. Çünki yolun sağ tərəfi həmişə gediş yoludur, sol tərəfi gəliş yoludur. Deməli, mütəşəkkil nəqliyyat dəstələri testdə yazacaq, hara ilə gedə bilərlər? Mütəşəkkil nəqliyyat vasitələri yalnız nəqliyyat vasitəsinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə bir sırada 4 nəfərdən çox olmayan dəstə ilə getməyinə icazə verilir. Deməli, tutaq ki, biz hər hansı idarədən piyada formada başqa bir yerə gedirik, dəstə halında. Bu zaman 4 nəfər, bəlkə məktəblərdən də yadınızda gəlir, həmişə deyirlər 2-2 əl-ələ tutun, yaxud 4 sıraya düzülün. Burada da mütəşəkkil piyada dəstəsində də 4-dən çox olmamalıdır. Bir sırada 4 nəfər olmalıdır. Yəni 4 nəfərdən çox olmaz. 2 olar, 3 olar, 4 olar, amma 4-dən çox olmaz. Məktəbdə adətən 2-2 sıraya düzürdülər, yadınızdadırsa. Burada da 4 nəfərdən çox olmayan dəstə halında gedə bilərik. 4 nəfər bir gedir, arxasınca növbəti 4 nəfər, arxasınca növbəti 4 nəfər bu formada. Və yolun sağ tərəfi ilə gedirlər. Nəqliyyat vasitəsinin hərəkəti istiqamətində. Dəstənin qabağında və arxasında sol tərəfdə, yəni maşınların keçdiyi tərəfdə. Biz yolun sağı ilə gedəndə solumuzdan maşınlar keçir. Ona görə də bu müşayiətçilər olacaq sol tərəfdə. Dəstənin həm qabağında, həm arxasında müşayiətçilər olur sol tərəfdə və gündüz vaxtı onlar əllərində qırmızı bayraqcıqlar tuturlar, həmin o müşayiətçilər. Sutkanın qaranlıq vaxtı və məhdud görünmədə, məhdud görünmə nə idi? Demişdik, duman, yağış, qar şəraitində yolun 300 metrdən az məsafəsi görünürdüsə, biz buna məhdud görünmə deyirdik, düzdür? Əgər duman, yağış, qar şəraiti varsa, yolun 300 metrdən az məsafəsi görünürsə, yaxud da sutkanın qaranlıq vaxtıdırsa, bu qabaq və arxada duran müşayiətçilər nə edəcək? Bu zaman qabaqda gedən əlində ağ,
Arxada gedən isə qırmızı işıq fənəri tutacaq. Səhərdirsə, hər ikisi qırmızı bayraqcıq tutur. Axşamdırsa, qabaqdakı ağ, arxadakı qırmızı işıq fənəri tutur. Bir növ maşının işıqları kimi. Əgər fikir vermişsə, maşında da qabaq işıqların çoxusu ağdır, arxadakıların çoxusu qırmızı. Burada da qabaqda ağ işıq fənəri tutacaq müşayiətçi, arxada qırmızı işıq fənəri tutacaq. Və nəhayət 5-ci. Uşaqları dəstə halında, bayaq dediyim, məktəbdən getmək buna daha çox aid edir. Çünki uşaqları dəstə halında aparırlar. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı apara bilərik və böyüklərin müşayiəti ilə apara bilərik və ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqla isə yol çiyini ilə aparılmalıdır. Testdə sual düşür. Deyir, uşaqları dəstə halında necə aparmaq olar? Uşaqları qaranlıq vaxtda aparmaq olmaz dəstə halında. Dəstə halından söhbət gedir. Kiminsə öz uşağını aparmaqdan söhbət getmir. Tutaq ki, məktəbdən uşaqların aparılmasından söhbət gedir. Uşaqları dəstə halında ancaq sutkanın işıqlı vaxtda aparmaq olar. Böyüklərin müşayiəti olmalıdır və uşaqları yolun kənarı ilə, bayaq mütəşəkkil piyada dəstələri hara ilə getdi? Yolun kənarı ilə. Amma uşaqlar yolun kənarı ilə gedə bilməz. Yazıbdır. Ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparılmalıdır.